Desəm öldürərlər, deməsəm ölürəm. Bir məsələ ilə bağlı danışmaq istəyirəm. Çünki ürəyim partlayır. Qoy öldürsünlər, eybi yox. Özümdə saxlayıb özümü öldürdüyümü, içdən içə məhv olduğumu qoy məni öldürsünlər, güllələsinlər. Güllələsinlər demişkən, artıq normal bir sözdür bu. İdrak listeyində baş verən hadisə ilə bağlı danışmaq istəyirəm. Yəni, müəllimin güllələnməyi adi bir haldır və hər kəs də bunu adi qarşılayır, normal qarşılayır, heç nə olmamış kimi. Yəni, böyütməyə ehtiyac yoxdur, olub, normal bir hadisədir. Və ona görə də mən də güllələnməkdən artıq qorxmuram, artıq gözə almışıq hər şeyi. Deməli, bir şagird evdə odlu silahı götürür, gətirir, məktəbdə müəllimi nişan alır, müəllimi vurur və buradan bəllidir ki, bu şagird bu silahla əvvəllər bu silahı istifadə eləyib, yəni xam adamın, ilk dəfə olaraq avtomatı əlinə alan adamın edə biləcəyi bir iş deyil bu. Evdə bu silah rahat şəkildə saxlanılır, uşaq bunu evdən rahat şəkildə çıxarır, məktəbə rahat şəkildə gətirir. Vurulan müəllim və günahkar da müəllimdir. Deyir, bir milləti məhv eləmək istəyirsənsə, onun təhsilindən başla. Həqiqətən bu fikir bugün öz təsdiqini tapır. Bir millət olaraq biz məhv oluruq. Çünki təhsilimiz məhv olur. O müəllimə atılan güllə bütün təhsil sisteminə atılan güllədir. Və təhsil sistemi isə bütün cəmiyyətə, təhsil sisteminə atılan güllə bütün cəmiyyətə atılan güllədir. Bugün biz günahkar axtarmamalıyıq. Bugün biz hər birimiz günahkarıq. Bugün 15-16 yaşında bir gəncin, bir yetkin uşağın müəllimə güllə atmasında bizim hər birimizin payımız var. Biz cəmiyyət olaraq günahkarıq və biz günahkar axtarırıq. Bir hadisə ilə bu hadisəni müqayisəli şəkildə danışıb nöqtə qoyacağam. Deməli, bu yaxınlarda bir cinsi azlığı həbs elədilər. Kommentlərə baxırıq. Günahı nə idi ki? O yazığı niyə tutdular? Yazıq adamdır da, kimə nə pisliyi dəymişdi ki? Halbuki bu adam əxlaqdan kənar söhbətlər danışır, insan psixologiyasına zid söhbətlər eləyir və s. Günahsızdır. Bir müəllimə, bir ziyalıya güllə atılıb. Uşaq çox savadlı uşaqdır. İngilis dilində dəfələrlə olimpiyadada yer tutub. Müəllim uşağı qıcıqlandırmasaydı belə olmazdı. Siz hər iki hadisə arasındakı kommentlərdəki faciəyə baxın, dəhşətdir. Böyük bir dəhşətdir. Artıq məni gələcəyimiz sual altında, mənim şəxsən beynimdə belə bir sual var ki, gələcəyimiz sual altındadır. Və son cümləmiz bilirsiniz nədir? Allah axırımızı xeyir eləsin. Artıq Allaha buraxmışıq hər şeyi. Nə bilim valla. İnşallah yaxşı deyə yaxşı olsun, amma yaxşı işinə görmürəm. Şagirdin əli müəllimə dərs vermək üçün qalxmalıdır. Biz də uşaq olmuşuq. Biz də qıcıqlanmışıq. Bizim də bir yaş dövrümüz olub. Müəllimin sözündən qıcıqlanmışıq, valideynin sözündən qıcıqlanmışıq. Amma bir insanın həyatına son qoymağı düşünməmişik. Günahkar qarşı tərəfi görsək də belə, o qıcıqlandığımız müəllimin dərsini oxuyaraq, o müəllimi, belə deyək, müəllim nə zaman uşağın yanında yumuşalar? Uşaq onun dərsini qəşəng oxuyanda və o müəllimi yumuşaltmışıq dərs oxumaqla, qıcıqlandığımız halda bu cür göstərmişik. Çünki biz tərbiyə görən bir cəmiyyət, tərbiyə verilən bir cəmiyyətdəydik. Bizə valideynlərimiz deyirdi, bu kiçikdir, bu böyükdür, bu müəllimdir. İndi valideyn nə deyir? Müəllim kimdir ki? Müəllim qələt eləyir. Və bu cür sözləri eşidən uşağın müəllimə avtomat tuşlaması, bıçaq vurması normal haldır. Çünki hər şey evdən başlayır. Çalışın, bax bu uşağın gələcəyi məhvə doğru gedir. Çalışın uşaqlarınızı sevgi ilə böyüdün. Mən bunu həmişə deyirəm. Çalışın uşaqlarınızı müəllimlərə, böyüklərə, kiçiklərə sevgi ilə böyüdün. Dünyanı sevgi xilas eləyəcək. Nifrət toxumları səpdiyiniz uşaqlarınız bugün bu cinayəti törədən uşaqlarınızdır.